Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Əziz dəyərli müsəlman qardaş və bacılarım. Bugün bu çağrışımız xüsusilə məscidlərdə imamlıq edən, insanlara İslamın nurunu çatdırmaqda çalışan qardaşlarımıza ünvanlanır. Yəni, ey məscid imamlarımız, bu videoda açıq şəkildə şahid olacaqsınız ki, Azərbaycanda Vahabi adı ilə tanınan dəstənin ən nüfuzlu dırnaqarası şeyxi Qamət sizin haqqınızda nə kimi ifadələr, hörmətsiz kəlmələr işlədir. Əslində bu yalnız onun şəxsi fikri deyil, bu bütün bu firqənin, bütün Vahabi düşüncəsinin sizə və sizin kimi haqq əqidə sahiblərinə qarşı əsl münasibətidir. Onlar sustuğunuz zaman sizi avam təbəqəyə aid edirlər. Güya sizə hörmət edirmiş kimi görünməyə çalışırlar. Lakin bu aldadıcı bir siyasətdir. Əsl niyyətləri sizin zəif dayanmağınızdan, haqqı açıq söyləməməyinizdən istifadə edərək batil fikirlərini ölkəmizdə yaymaqdır. Bilin ki, sustuğunuz zaman onların fitnəsinin qarşısı alınmır. Əksinə onlar daha da cürətlənirlər, onlar daha da qüvvətlənirlər. Ancaq nə vaxt ki, aramızdan bir mömin qardaş haqq əqidəni bəyan edir, İslamın saf yoluna dəvət edir, dərhal ona qarşı əsl üzlərini göstərirlər. Onların kin və nifrəti, açıq-aşkar düşmənçilikləri o zaman üzə çıxır. İndi təqdim olunan videoda bunu açıq şəkildə görəcəksiniz. Sonra həmçinin müqayisə edir məscid imamlarla. Məscid imamlarına da biz demək olar ki, çəkilirik onlardan. Çünki onlar da bidət əhlidir əslində. Yəni maturidilərdir, onların içində sufiləri var və elələr var, sələflərlə düşməndilər. Onların da içində avamları da var. Biz avamlara salam veririk. Fərqi yoxdur, məscid imamıdır və s. Amma o aktivlər ki var, elmlilər, ədavət göstərir və s. Onları tərk edirik salamı. İstəyir kim olsun. Ey əziz imam qardaşlarım, bu bir fitnə deyil, əksinə haqqı müdafiə etməkdir. Bugün sizdən tələb olunan da budur. Məscidlərdə, xütbələrdə, dərslərdə, harada olursunuzsa olun, doğru əqidəni açıq şəkildə insanlara çatdırın, xalqı maarifləndirin, onların zəhərli düşüncələrinin təhlükəsini izah edin. Öz imanınızı, əqidənizi qorumaq və insanlara haqqı tanıtmaq sizin ən əsas vəzifənizdir, sizin ən əsas borcunuzdur. Və sən, ey Qamət, özünü güya İslamı müdafiə edən birisi kimi göstərməyə çalışsan da əsl mahiyyətini gizlədə bilmirsən. Dövlətin rəsmi olaraq təyin etdiyi imamlara qarşı xalqa xəbərdarlıq etmək elə xəvaricliyin özüdür. Halbuki sən ona buna başqasına xəvaric edirsən. Lakin sizin əsl kimliyiniz budur. Elə sən ən böyük xəvaricsən. Yəni sirri də özün pozdun. Bu videondan da biz buna şahid olduq ki, elə ən böyük xəvaric sənsən. Ələl-xüsus uca Allahdan niyaz edirik ki, haqq əqidə üzərində sabit duran bütün qardaşlarımızı mühafizə etsin, onları möhkəmləndirsin və bu batil dəstələrin şərrindən qorusun və onların dilinə qüvvət versin və onları haqq əqidə üzrə sabit, möhkəm qılsın ki, onlar bu əhl-i-sünnə vəl cəmaatın haqq əqidələrini, yəni bu üç etiqadi məktəbimizi bar-bar bağıraraq insanlara çatdıra bilsin. Əmin. Vəlhamdülillahi Rabbil alemin.